Bismillahirrahmanirrahim. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Men lem yed'a kavle'z-zur ve'l amele bihi ve'l cehl. Feleyse lillahi hacetun en yed'a ta'amahu ve şerabahu." Kim yalan sözü, onunla əməl etməyi və cahilliyi tərk etməzsə, Allah Azza və Cəllənin onun yeme və içməsini tərk etməsinə ehtiyacı yoxdur. Baxın əziz qardaşlarım, orucda tam da məqsəd budur. Yəni orucun bizlərə fərz edilməsinin tam da məqsədi budur. İnsanın günahlarından çəkinməsi və Allah Azza və Cəllənin əmirlərinə doğru yönələrək itaat etməsidir. Necə ki ayətdə Allah Azza və Cəllə buyurur ki: "Ya eyyuhellezine amenuttaqullaha Ya eyyühellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettaqun." Ey iman gətirənlər, oruc sizdən öncəkilərə fərz edildiyi kimi sizə də fərz edildi ki, təqvalı olasınız. Yəni orucda məqsəd təqvalı olmaqdır. Ac qalmaq, susuz qalmaq deyil. Təqvalı olmaq, Allah Azza və Cəlləyə bağlanmaq, Allahdan haqqı ilə qorxmaq və Allah Azza və Cəllənin əmirlərini yerinə yetirərək, qadağanlarından çəkinərək ona itaat etməkdir. Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni siz əgər o haramları tərk etməyəcəksinizsə, yeme və içməni tərk etmənin orada bir mənası yoxdur. Yəni məqsəd ac qalmaq deyil. Ac qalaraq Allah Azza və Cəlləyə yönəlmək və azlıqla, susuzluqla öz nəfsimizi islah etmək və bunun səbəbinin sadəcə və sadəcə itaət və ibadət olduğunu dərk etməkdir. Əgər bu olmadığı təqdirdə bu sadəcə azlıq və susuzluq olacaq. Ona görə əziz qardaşlarım, bu Ramazan ayı bərəkətli bir aydır, günahların əfv olunduğu bir aydır, əcirlərin qat-qat yazıldığı aydır və bu ayda biz ancaq və ancaq ibadətlərə yönəlməliyik. Allah Azza və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Amin və elhamdülillahi Rabbil alemin.